Belə bir deyim var. Psixiatra müraciət edənlərin böyük əksəriyyəti psixi xəstələr deyil, psixi xəstələrin insanlarda psixikasının pozulmasından yaranan xəstələrdir. Şübhəsiz ki, belə hallarda bunlar kimlər üçün nəzərdə tutulub deyilir? Bunlar narsizm və şəxsiyyət pozuntuları üçün nəzərdə tutulur. Bir narsist özünü həmişə hamıdan üstün tutar, hamıdan özünü dəyərli hesab eləyər, hamıdan özünü daha yaxşı hiss eləyər. Ətrafdakıları elə düşünür ki, ətrafdakılar onlar üçün işləməlidirlər, onlardan asılı olmalıdırlar. Narsizm yaxınlarının, yəni ünsiyyətdə olduqları şəxsləri narsistlərin qurbanları kimi götürmək olar. Və heç vaxt istəməz ki, bir narsist şəxs digər öz qurbanları, yaxud da ki, öz ünsiyyətdə olduğu şəxs digər insanlarla əlaqə qursunlar, ünsiyyət yaratsınlar. Bəlkə sizlərin də bir çoxunuz eşitmişsiniz, bir sıra sözlərdən istifadə edirlər. Biz ikimiz bunun ötəsindən gələcəyik, başqa şəxslər lazım deyil və bunu öz qurbanını belə desək, ətrafdakılardan, sosial ünsiyyətdən çəkinirlər, təziz edirlər. Və bununla da o həmin narsist həmin şəxsi aciz eləməyə, çarəsiz zəiflətməyə çalışır ki, bundan asılı tipə düşsün.